Dostlar, gördüyünüz bu it bir vaxtlar məndən qorxan itdi. İndi məndən elə dostlaşıb ki, yol getməyə mənə icazə vermir. Deyir ancaq bax məni belə sığalla, oxşa. Bax indi gedəcəm baxın. Yolumu kəsəcək. Baxın ona, bax. Keçir qabağıma ki, məni ancaq sığalla. Bax yenə gedəcəm, indi yenə gələcək. Baxın, diqqət eləyin. Gəlib düşəcək qabağıma. Ha, nədir? Bu canlılar nə istəyir insanlar? Bunun gözlərinə baxın. Ancaq mərhəmət, sevgi. Məktəbin həyətinə girir, biri götürür ağasına. Mən bu heyvanı götürüb mən də ağasına vursam, əlbəttə məni dişləyəcək. Əlbəttə məni qapar. O da heyvan deyir. Orada bir dənə adam danışır, sonra öz səhifəsinə qoyub. Deyir, ən zəif insanı belə vursan, o zəif insan çönüb sənə bir şillə, bir yumruq, nə bilim, bir təpik, gücü çatanı eləyəcək. Yəni bu heyvanı əlbəttə ki, mən vursam, bu heyvan qayıdıb əlbəttə ki, %100 məni tutacaq, %100 məni dişləyəcək. Amma belə sevgi göstərən sonra bu it məni dişləyə bilər? Yox. Çünki heyvanlara qarşı mərhəmətli olmaq lazımdır. Heyvanlarla heyvan kimi yox, üzr istəyirəm, insan kimi davranmağı bacarmaq lazımdır. Çünki bu canlılar ancaq və ancaq sevgi, mərhəmət, qayğı və bir də bir qarın çörək istəyirlər. Vəssalam.